Şər'i sualların cavabı ilə bağlıdır ki, sual olunur, dəstəmaz aldıqda ayaqlarımızı hara qədər məs etməliyik? Ki, insan bildiyiniz kimi əllərini, üzünü, əllərini və başına məs etdikdən sonra gərəkdir ki, ayaqlarına məs çəksin. Ayaqlarının məssinə gəldikdə isə bu şəxsə lazımdır ki, barmaqlarının ucundan ta oynağa qədər məs etsin. Bu məsi bir barmaqla da yerinə yetirsə, kifayət edəcəkdir. Amma ehtiyat müstəhəb budur ki, tam əlin içi ilə barmaqlarının ucundan ta oynağa qədər məs eləsin. Sual olunur, dostumla şərikinə mağaza götürmüşük. Orada namaz qılmaq istəsəm, ondan icazə almalıyam. Baxın, bunu bir neçə şəkildə təsəvvür etmək olar. Birinci şəkil bundan ibarətdir ki, bu dostu ilə bir mağaza götürüb, şərikinə işlətməyə. Amma bunun yeri ayrıdır, dostunun yeri ayrıdır. Məsələn, 100 kvadratlıq bir dükandır, 50 kvadratı buna məxsusdur, 50 kvadratı dostuna məxsusdur. Bu şəxs öz yerində namaz qılmaq istədikdə heç kimdən icazə alması ehtiyac yoxdur. Amma dostunun yerində namaz qılsa, bu halda dostundan icazə almalıdır namaz qılmaq üçün. Və eyni zamanda ikinci hal bundan ibarətdir ki, xeyr, bir yerdə mağaza götürüblər, amma bunların ayrı-ayrı deyil, eyni mağazadır. 100 kvadrat bunların hər ikisinə məxsusdur. 100 kvadrat bunların şərik malıdır. Bu halda əgər həmən yerdə namaz qılmaq istəsə, dostundan icazə almalıdır. Dostu icazə versə, həmən yerdə namaz qıla bilər. İcazə verməsə, həmən yerdə namaz qılması icazəli deyildir. Əgər namaz qılsa, namazı batil olacaqdır. Sual olunur, paltarımın nəcis olduğunu bilirdim. Unutdum və həmən paltarda namaz qıldım. Namazdan sonra yadıma düşdü ki, həmən paltar nəcis imiş. Bu halda qıldığım namazın hökmü nədir? Məsələn, fərz edək ki, bunun paltarı, libası və yaxud da ki, bədəni nəcis imiş. Unudub, həmin o paltarının nəcis olduğunu, bədəninin nəcis olduğunu namaz qılıb. Namaz qılıb qurtardıqdan sonra xatırlayıb ki, bədənim mənim nəcis idi, paltarım nəcis idi. Bu halda qıldığı namazın hökmü nədir? Baxın, əgər bir nəfər əvvəlcədən namazdan əvvəl bədənin və paltarının nəcis olduğunu bilirdisə və o şəkildə namaz qılsa, namaz qıldıqdan sonra xatırlasa, bəzi alimlərin nəzərinə görə qıldığı namaz batildir, həmən namazı yenidən qılmalıdır. Amma bəzi alimlərin, bəzi müştəhidlərin nəzərinə görə, əgər səhlənkarlıq eləyib, unudub namazını qılıb, xatırlayıb, onun namazı batildir. Əgər o səhlənkarlıq etməsə, həqiqətən də yadından çıxsa, bunun məqsədi buydu ki, geçsin paltarını dəyişsin, bədənini yusun və səhlənkarlıq da eləmədi, unutdu və bu şəkildə namaz qılsa, onda həmən qıldığı namaz düz sayılacaqdır. Sual olunur, əlimdə üzük və saat olduğu halda dəstəmaz ala bilərəmmi? Məsələn, fərz edək ki, bir nəfərin əlində üzük var və yaxud da ki, fərz edək, əlində qolbağı var və yaxud da ki, əlində saat var, bu şəkildə dəstəmaz ala bilər ya yox. Baxın, icazəlidir. O şəxs ki, barmağında üzük var, o şəxs ki, əlində saat var, bu şəkildə dəstəmaz alması icazəlidir. Amma bu şərtlə ki, bunda yəqin hasil olsun, yəqinən bilsin ki, mən üzüyün altına dəstəmazın suyunu çatdırmışam, mən saatın altına dəstəmazın suyunu çatdırmışam, mən qolbağın altına dəstəmazın suyunu çatdırmışam. Bu xatircəmlik də yaranmaqdan ötəri bunları biraz tərpətməlidir. Məsələn, üzüyü biraz tərpətməlidir, yuxarı dala-qabağa verməlidir, saatı biraz yuxarı verməlidir, saatın altına əl sürtməlidir ki, ta bunda xatircəmlik yaransın ki, mən dəstəmazın suyunu bunların altına çatdırmışam. Sual olunur ki, şək edirəm, dəstəmazım var ya yoxdur. Bu halda namaz qılmaq üçün dəstəmaz almalıyam. Baxın, əgər bir nəfər dəstəmazlı olmadığına şək eləsə, bunu bölmək olar iki qismə. Əgər əvvəlcədən dəstəmaz almışdı, sonradan şək edir, aya mənim dəstəmazım batil olub ya yox, bu halda dəstəmazı var və həmin şəkildə namaz qıla bilər. İkinci hal bundan ibarətdir ki, yox, əslən bu şək edir, mənim dəstəmaz almışam ya yox. Yəni, dəstəmazın özündə şək edir. Bu şəxs gərəkdir ki, namaz qılmaqdan ötəri dəstəmaz alsın və namazını o şəkildə yerinə yetirsin. Sual olunur, qusul aldığım zaman bədənimi
aşağıdan yuxarı yuya bilərikmi? Baxın, əgər bir nəfər qusul alırsa, fərq eləməz. İstər bədənini yuxarıdan aşağı yusun, istər aşağıdan yuxarı yusun, fərq eləməz. Hər iki halda aldığı qusul düz sayılacaq. Yəni, qusulda şərt deyil biz yuxarıdan aşağı yuyunaq. Bir nəfər qusul aldığı zaman aşağıdan yuxarıda yuyunsa kifayət edəcəkdir. Əsas lazım olan bunun düzgün bir şəkildə qusulu almasıdır. Aşağıdan yuxarıda yerinə yetirsə qusulu düz sayılacaqdır. Sual olunur, günəşin batmasına 6 rəkət namaz qılınacağı qədər vaxt var. Bu halda zöhr və əsr namazını necə qılmalıyam? Bildiyiniz kimi, günəşin batmasına bəzi alimlərin nəzərinə görə günəş batdı, artıq zöhr və əsr namazı qəzaya gedəcəkdir. Və bu şəxs də buyurur ki, günəşin batmasına 6 rükət qılınacaq qədər namaz vaxtı var. Və mənim də 8 rükət namazım var. Yəni 4 rükət zöhr namazıdır, 4 rükət də əsr namazıdır. Mən bu halda namazlarımı əda niyyəti ilə qılmalıyam, ya qəza niyyəti ilə qılmalıyam. Çünki hər bir hal ilə 6 rükət namaz qılmaq üçün vaxt var. Bunun 2 rükəti düşəcək namazın vaxtından xaric bir vaxtda. Yəni o tərəfə düşəcək. Bu halda mən bu namazları nə niyyətlə qılmalıyam? Baxın, əgər 6 rükət, hətta 5 rükət belə namaz qılınacağı qədər vaxt varsa, bu şəxsə vacibdir ki, zöhr namazında, əsr namazında əda niyyəti ilə yerinə yetirsin. Məsələn, birinci 5 rükətdə belə namaz qılmağa vaxt varsa, qılınacaq qədər vaxt varsa, bu şəxs birinci zöhr namazını əda niyyəti ilə qılacaq, orada qalır 1 rükət. Həmin o 1 rükətin qalmasına baxmayaraq, həmin orada da əsr namazını da əda niyyəti ilə yerinə yetirəcək. Baxmayaraq ki, əsr namazının 3 rükəti o tərəfə düşür. Hər bir hal ilə bu şəxs bu namazları əda niyyəti ilə yerinə yetirməlidir. Sual soruşulur, pişiyin tükü namaz qılanın üzərində olsa namazı batildirmi? Yəni, bir nəfər ki, bədənində, paltarında pişiyin tükü var, bu halda namaz qılmaq olar ya yox. Baxın, fərq eləməz. İstər pişiyin tükü olsun, istər əti yeyilməsi haram olan başqa heyvanlar olsun. Məsələn, dovşan olsun. Pişiyin də əti yeyilməsi haramdır, dovşanın da əti yeyilməsi haramdır. İstər başqa əti yeyiləsi haram olan heyvan olsun. Hər bir hal ilə bu əti yeyilməsi haram olan heyvanın istər tükü, istər təri, istər ağzının suyu namaz qılanın üzərində olsa, həmin şəkildə namaz qılmaq icazəli deyil. Əgər bilərəkdən bunu yerinə yetirsə, namazı batil olacaqdır. Sual soruşulur, bədənimdə olan yaranın üzərində qan quruyub və mən həmən yaraya su vura bilmirəm. Bu halda namazı necə qılmalıyam? Baxın, əgər bir nəfərin yarasının üzərində qan varsa, əgər bu yaranın qanını aradan apara bilirsə və suyun zərəri yoxdursa, bu şəkildə bu yaranın qanını aradan aparacaq, dəstəmaz alacaq, namazını qılacaq. Bu birinci hal. İkinci hal bundan ibarətdir ki, xeyr, bu yaranın üzərində qan var və bu qanı da aradan aparmaq mümkün deyil. Və bu qanı da su vura da bilmir bu yaraya. Bu şəkildə, həmən şəkildə dəstəmaz alacaq və həmən yarada olan qanla namaz qılmağının heç bir eybi yoxdur. Sual olunur ki, dəstəmaz əvəzinə təyəmmüm etməliyəm. Amma əlimin içində yara olduğu üçün bintlə bağlamışam. Bu halda necə təyəmmüm etməliyəm? Məsələn, sual soruşulur ki, bu sualın məzmunu bundan ibarətdir ki, bildiyiniz kimi insan təyəmmüm etdiyi zaman əlində hər hansı bir mane olmamalıdır, alnında hər hansı bir mane olmamalıdır. Bu şəxs soruşur ki, mənim əlim yara olduğu üçün bintlə bağlamışam və yaxud da ki, alnımda yara olduğu üçün yapışqanla bağlamışam. Bu halda da təyəmmüm etməliyəm. Vəzifəm təyəmmümdür. Bu halda nə şəkildə təyəmmüm edeyim? Baxın, bu halda əgər həmin binti aça bilirsə, istər əlində olsun, istər alnında olsun, həmin o binti açmalıdır, o şəkildə də təyəmmüm etməlidir. Əgər yox, həmin o binti aça bilmirsə, yaraya zərəri varsa və yaxud da ki, başqa səbəblərə görə binti aradan apara bilmirsə, həmin şəkildə də təyəmmüm edəcək və təyəmmümü də düz sayılır. Vəssalamu aleykum və rəhmətullah.